Tarixi mütaliə etmək mən deyərdim ki, vacibdir bizim üçün. Tarixi oxumaq hədisləri və Quranı oxumağa bənzəyir hətta bəzi cəhətlərdən. Yəni adam deyə bilməz ki, Quranı oxudum bir dəfə və anladım və salam. Necə ki, Qurana yanaşmada biz dərin mənalar axtarırıq. Hər dəfə oxuduqca yeni mənalar kəşf edirik. İslam tarixi də belə bir həqiqətdir. İslam tarixi məsumların həyatı ilə bağlı olduğu üçün, bilirsiniz, belə bir söz deyim sizə. Böyük şəxsiyyətin yaşadığı dövrdə baş verən hadisələr, tarix hadisələr, o böyük şəxsin özünün mənəvi durumu ilə, dərəcəsi ilə əlaqəlidir. Yəni, sıradan hadisələr deyil. Böyük şəxsiyyət bir dövrdə yaşayırsa, o dövrdə baş verən hadisələr onun mənəvi seyri ilə əlaqəlidir deyə, mənəvi təkamülü ilə, yəni Allaha doğru getdiyi yolla deyə, əlaqəlidir deyə, bu hadisələr xüsusi əzəmətli olur və mənəvi bir mahiyyətə malik olur. Ona görə də bu tarixi oxuduqca, mütaliə etdikcə insan daha çox hər dəfə bəhrələnir və Quranın mahiyyətinə bənzəyir. İslam tarixinin mahiyyəti. Hər batinin bir başqa bir batini var. Yəni, insan deyə bilməz ki, tarixi bildim, bitdi. Yəni, insan tarixi öyrəndikcə yeni məsələlər onun üçün aşkar ola bilər.